Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün iyun ayının bütün bürclər haqqında paylaşımlar etmək istəyirəm və sizdən xahiş edirəm ki, aldım, qəbul etdim və bəyənməyi unutmayın. İyun ayı üçün tərəzi bürcləri. İnşallah tərəzi bürcləri üçün də uğur, gözəl günlər nəsib etsin Allah Taala hər bir bürcə. İçində də indi baxacağım bürc, tərəzi bürcünü. Əziz tərəzi bürcləri, iyun ayı üçün sizi üçün yəni həm xoş, həm də ki çox pis günlər var. İstəməzdim belə deyim, amma görünüşdə bunlardır, gördüklərim bunlardır. İlkin həftəsinin, birinci həftənin ilkin günlərindən uğursuzluq olacaq, həm də yaxşı xoş xəbərlər eşidəcəksiniz. Bəzilərinizdə uğursuzluq, bəzilərinizdə xoş xəbər olacaq. Çünki hər bürc altında olan insanların hər gün planetin fırlanması var və onlara düşən günü var. Deyə bilərsiniz nəyə görə kiməsə yaxşı, kiməsə pis düşür. Ona görə ki, planetin fırlanmağına görə. Və hər bir tərəzi bürcünə məsləhət görərdim ki, sosial şəbəkələrdə dini və yaxud da ki, politikaya qoşulmasınlar. Bəzi, istər qadın, istər kişi, tərəzi bürclərində polislə əlaqədar işləriniz olacaq. Polislər sizi götürəcəklər. Çünki sizin danışıqlarınız nəzarət altındadır, şikayətlər var sizdən, haqlı olaraq şikayətlərdir. Çünki başa düşmədiyiniz heç bir şeyə, nə siyasətə, nə politikaya qarışmayın. Bunun üçün qurumlarımız var, o qurumlarımız həll edəcək. Bəziləriniz uzaq yola çıxmaq istəyəcək, uğursuzdur. Ayın 5-i, 6-sı, 4-ü, 5-i, 6-sı, 14-ü sizi üçün uğursuz günlərdir. İstər qadın, istər kişilər üçün. Əməliyyata girmək istəyənlər əməliyyatlarını saxlasınlar. Bu ay onlar üçün uğursuzdur. Əməliyyat üçün ikinci həftədən, birinci, ikinci həftədə bu problemləri yaşayacaqsınız. Üçüncü həftənin ilkin başlanğıcından sizə sonuna qədər uğurlar olacaq. Xoş sözlər eşidəcəksiniz, işlərinizdə yüksəliş olacaq, iş tapa bilməyənlər iş tapacaqsınız. Ailədə küskün olanlar barışacaq, kimlərsə qohum əqrəbası ilə küsülü olanlar onlar da barışacaq. Amma 4-cü həftənin ikinci yarısından sizdə yenə də çəkişmələr olacaq, yenə də narahatçılıqlar, münaqişələr yaradacaqsınız və bunları etməyin. İyun ayı üçün əqrəb bürcləri. Ümid edirəm uğurlu, xoş, gözəl günlər sahibi olacaqsınız. Allah Taala hər bir bürc altında doğulanlara gözəl və xoş günlər nəsib etsin inşallah. İlk öncədən deyim ki, əqrəb bürclərinin 7-ci ayından çox güclü, ilin sonuna qədər güclü, gözəl bir günlər gözləyir. İstər qadınların, istər kişilər. İlk öncə bundan sevindirim sizi. İkincisində başlayaq. İyun ayının ilkin həftəsinin birinci yarısından uğursuzluqlarınız olacaq, bəzi problemləriniz olacaq ki, o problemlər də Allah tərəfindən sizi bir növ nakazat eləmək deyə də Allahın acığına gəlmək olacaq sizdə. Çünki niyə? Kiminsə günahını yumağınız, kiminsə haqsız yerə günahlandırmağınıza görə Allah sizi sınağa çəkəcək, imtihana çəkəcək. Əqrəb bürcləri haqqınızda olan da, olmayan da danışılır. Egovuza görə heç kimin xoşuna gəlmirsiniz. Öz gücünüzə arxayınsınız və buna da arxayın olun. İkinci həftənin birinci yarısı uğursuz olsa da, ikinci həftədən sizin uğurunuz var. Sonuna bir gün, 2 gün uğursuz olsa da ikinci həftənin sonra çox uğurludur. Gedəcəyiniz yollar uğurludur.
ən uğurlu bu iyun ayıdır ki, Əqrəb bürcləri üçün toy, düyün, xoşbəxtliklə gələcək. 3-cü həftəsində siz narahatçılıqlarınız olacaq, xəstə olan insanlardan xəbər eşidəcəksiniz. Əməliyyatda gedənlərdə uğurlu əməliyyatınız olacaq, amma məsələ bundadır ki, bir dəfə aldadılacaqsınız, ehtiyatlı olun. Əqrəb bürcləri kiməsə sataşmayın, amma sizə də sataşanlar çoxdur, onlar da Allah tərəfindən öz cavablarını alacaqlar. Əqrəb bürcləri üçün ən gözəl günlərdən ayın 6-sı, 16-sı, 26-sı, ayın 11-i, 21-i olan rəqəmlər, 1-i olan rəqəmlər düşər rəqəmlərdir. 18-də sizə uğursuzluq görsənir. Əqrəb bürcləri sizi üçün də 14-də uğursuzluq var. Maşında ehtiyatlı olun, yollarda ehtiyatlı olun, balkonda belə ehtiyatlı olun. Əqrəb bürcünün tələbələri sevinəcəklər, iş adamları yeni müqavilələrə imza atacaqlar, işində yüksəlikliklər olacaq və çoxdan sevgi, romantika yaşamayan qız oğlanlara yeni romantika nəsib olacaq. İnşallah Allah uğurunuzu bol etsin, ruzunuz bol olsun, şeytani əməllərdən, şeytani insanlardan hər bir bürcünüzü Allah Taala özü qorusun. Amin. İyun ayı üçün oxatan bürcləri, oxatan bürcü həmçinin özüməm. İnşallah bizə də uğurlu, ruzu bərəkətli bir ay olar. Əziz oxatanlar, iyun ayının ilkin həftəsi uğursuzdur. Uzaq yola çıxmaq istəyənlər uzaq yolunuzu saxlayın. Əziz oxatanın qadınlarında və magiyaya həvəsli olan qadınları və kişiləri magiyadan uzaqlaşın. Kiməsə cadu etdirmək istəyən oxatan bürclərinin qadınları və kişiləri unutmayın ki, həyat bumerangdır, sizə geri qayıtacaq. Və oxatan bürclərinə də kim əməl edərsə onlar da geri qayıdır və sizin də etdiyiniz sizə qayıdacaq. Allah tərəfindən bir növ nakazaniya deyə də, Allah tərəfindən bəlalara düçar olacaqsınız. Allahın izni ilə bütün bu bəlaları dəf eləmək üçün 2-ci həftəsindən başlayaraq hər gününüzün gözəl, ruzu bərəkətli olmağı üçün şeytani əməllərdən uzaq olun. Söz söhbətlərdən uzaq olun. Oxatan bürcləri sizə də aiddir. Dini və yaxud da politika, siyasətdən olan söz söhbətlərdən sosial şəbəkələrdə uzaq olun. Və ona görə ki, 2-ci həftəsindən oxatan bürcləri üçün çox uğurlu gəlir. Hamilə qala bilməyən qadınlarımız, analarımız, bacılarımız hamilə qalacaqlar. Uzaq yolda səfərdə olanlar üçün gözəl, uğurlu bir iş müqavilələri olacaq, görüşmələri olacaq. Ailə qura bilməyən oxatanlar üçün gözəl tanışlıqlar və ailə qurmaq üçün şans yaranacaq. Oxatan bürcləri istər qadın və istər kişilər üçün uğurlu günlər başlayır və bu uğurlu günləri əldə etmək üçün ən gözəl qoruyucu mələkimiz sizin arxanızdadır. Oxatan bürcləri, unutmayın ki, kiməsə etdiyiniz həmçinin də sizin öz ayağınıza gələcək, qayıdacaq. Bir daha təkrar edirəm və icazə verin, buraxın ki, kimsə sizə nəsə edirsə, o da onun ayağına qayıtsın. Ən gözəl, ən uğurlu günlər 9-u, 19-u, 29-udur. 8-i, 18-i, 28-idir. Ən uğursuz günləri 4-ü, 6-sı, 16-sıdır. Və bu günlərdə ehtiyatlı olmaq lazımdır. Oxatan bürclərində bəzi xəstəliyi olan insanlar da aldadılacaq. Qohumlarından, yaxınlarından, əzizlərindən və yaxud da özündən xəstəliklə əlaqədar pis xəbərlər olacaq. Ona görə də ruhdan düşməyin və güclü iş yüksəlişləri, tələbə qızlarda uğurla başa vurma olacaq. Tələbə oğlanlar biraz sıxıntı çəksələr də, amma sonu çox gözəldir. Allahdan hər bir bürcə uzun ömür, can sağlıq arzulayır. Yaxınlarımın bürclərinə uzun ömür, can sağlıq arzu edirəm.